Salam dostlar, natural ədədlər mövzusundan bağlı belə bir sualın həllinə baxaq. A və B ardıcıl natural ədədləri üçün əkub AB M, əkub A plus 1, B plus 1 bərabərdir M plus 28 olarsa, A plus B cəmini tapın. A və B ardıcıl natural ədədlər olduğu üçün onda həmin ədədlərin əkubu onların hasilinə bərabər olmalıdır. Yəni buradan almalıyıq ki, A vurulsun B bərabərdir nəyə? M olmalıdır. Yəni M-in yerində A vur B dayanmalıydı. Hər bir ədədin üzərinə bir gəlmişik deyə burada. Deməli, onda bu ədədlər də ardıcıl ədədlər olduğu üçün onların da əkubu həmin ədədlərin hasilinə bərabər olacaq. Yəni A plus 1 vurulsun B plus 1 olar. Bu da bərabərdir M plus 28-ə. Bu ifadəni vurub atsaq, onda alırıq ki, A vur B üstə gəl. A, yəni A-nı 1-ə vururuq, 1-i B-yə vururuq. B edir. 1-i 1-ə vuranda isə 1 edər, bərabərdir. M-in yerinə isə AB yazıram. A vur B plus 28. Buradan AB ilə AB islah olacaq, yəni bərabərliyin digər tərəfinə keçirsək, onda buradan alaraq ki, A plus B bərabərdir, biri sağa keçirsək 27 olacaq. Sizdən də elə bunu soruşur.